Salam, siz Havada Qalan Söhbətlər layihəsini izləyirsiniz. Bu dəfəki qonağımız Baylar Soyular kimi Instagramdan tanıdığımız influencer Arifə Məmmədovadır. Qeyd edək ki, verilişimiz Avides Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Xoş gəlmisiniz. Xoş gördük. Gərgin vaxt qrafikində bizə vaxt ayırıb gəldiyiniz üçün sizə təşəkkür edirik növbədə. Biz səyahətdən danışırıq. Düşünürəm ki, sizin ən çox sevdiyiniz sahələrdən də biri budur. Bəli. Əgər səyahətdən danışırıqsa, gəlin ilk belə bir sualla başlayaq. Ümumiyyətlə, Arifə xanım ilk səyahət təcrübəsini necə xatırlayır? O ilk təyyarə təcrübəsi hansı ölkə olub və burada hansı maraqlı hadisələr baş verib? İlk səyahətimiz yoldaşımla olub, balayına getmişik Bodruma. Onu yadımdadır ki, həyəcandan 2 gün yata bilməmişdim. Təyyarədə necə olur, bu hava, nələr məni qarşılayacaq, necə keçəcək yol. Bəzən mənə deyirlər ki, təzyiq problemi olurdu, nə bilim. Dedim, nə olacaq, amma çox gözəl bir səyahətimiz. Təxminən neçə il bundan öncə olmuşdu? 2014-cü il. Aymış, o artıq 11 il bundan. Bəli. Və ilk qardaş ölkə ilə başladınız. Bəli. Daha sonra davam artıq səyahətiniz. Bəli. Bilirsiniz, diqqətimi çəkən mövzulardan biri nədir? Məsələn, siz səyahətə gedən zaman həddindən çox paylaşım edirsiniz. Əslində bu çox yaxşıdır ki, izləyiciləriniz orada olmasa da sanki sizinlə bir yer durdurulur. Yəni siz hər nəyi görürsünüz və xoşlayırsınızsa bunu həmişə paylaşırsınız. Sosial həm istər storylərdə, həm post kimi. Belə bir sual verim. Bu yorucu olmur, yoxsa necə? Yəni siz həm istirahət edirsiniz, burada istirahət edə bilirsinizmi? Yəni davamlı izləyicilər düşünmək və paylaşım eləmək. Sualınız, yəni mən tərəfdən yorucu. Təbii siz tərəfdən. Ya biz tərəfdən məsələn bəzən yorucu gəlir o ki, siz yorulursunuz yəni, bizə yox. Yəni siz onu çəkən zaman yorulursunuz və istirahət eləmirsiniz, yoxsa bu başqadır necə? Mən sizə deyim ki, mən zövq alıram. Aha. Hər addımı, hər tərəfi paylaşmağı, insanlar görürəm ki, izləyicilərimin də marağına səbəb olur. Onlar mənə geri dönüş etdiklərində qeyd edirlər ki, Arifə xanım, elə paylaşım edirsiniz ki, elə bil biz orada gəzirik. Eynən. Biz oradayıq. Bizə çox və mən də çox məmnun oluram ki, onlar belə geri dönüşlər eləyirlər mənə. Mən daha həvəslənirəm, daha motive oluram, daha çox paylaşım eləyirəm. İnanıram ki, onlar da bezmirlər. Bəs olurmu ki, məsələn, hər hansısa bir hadisə baş verdiniz ki, kaş kamera burada rek olardı və mən bunu çəkib göstərə bilərdim. Başınıza gələn bir hadisələr olub məsələn səyahət zamanı? Olub. Varmı elə bir maraqlı an ki, onu bizim üçün bölüşə bilərsək siz olaraq? Bizə səyahətlər zamanı. Səyahət dönəmlərimizdə çox maraqlı, çox yadda qalan səyahətlərimiz olub. Ən başlıca hansından başlayım bilmirəm. İndi sizin sual verdiyiniz yəni ilk çəkdiklərimdən gedir də, yəqin ki, ilk çəkə bilmədiyimdən gedir. Çəkə bilməyən baş verib və o an ancaq özünüz şahid olmusunuz və demisiniz, kaş bunu çəkib paylaşardım məsələn. Desəm yox, çəkmişəm. Hamısını çəkmisiniz və paylaşmışsınız. Hansını paylaşmışam və detallı şəkildə izah eləmişəm hər birini ki, necə olub, nətər olub, nədir. Və bu da yenə də qeyd edeyim ki, insanların marağına səbəb olub. Daha çox reaksiya bildirir elə hadisələrin olduğunda. Ümumiyyətlə, arzusunda olub, gedib gördüyünüz hansı ölkə olub, xüsusilə hansı şəhər olub, məsələn, hansı... Ümumiyyətlə, səyahət deyəndə sizə ilk bu sual verəndə, məsələn, hansı səyahətiniz yadınıza düşür daha çox? Bilirsiniz necədir? Vaxt ötdükcə insanın arzuları dəyişir, istəkləri dəyişir. Əvvəllər mənim üçün Dubaya getmək əl çatmaz idi. İndi çox şükürlər olsun, bir çox insanlar gedə bilirlər. Mənim xəyalımda olan ölkə idi Dubay. Sonra asta-asta Misirə düşünürdüm getməyi. Yəni xəyallarımda qurduğum və arzuladığım ölkələrin hər birinə nə vaxt beynimdə onu formalaşdırmışam və çox şükürlər olsun gedib çıxmışam. Ən arzuladığım və bilmirəm ora gedərəm, getmərəm, yəni bu düşüncəsi ilə yaşadığım bir yer olubsa, o da Maldivlər olub. Amma getmişsiniz orada. Getdik orada, getdik. Necə idi? Gözləntinizin üstündə idi yoxsa necə? Gözləntimdən daha gözəl idi, möhtəşəm idi. Bir sözlə xəyallarımdakından da gözəl idi və deyərdim ki, yer üzündəki cənnətdir. Ora mütləq və mütləq bir dəfə gedib görmək, yəni şərtdir. Siz danışdınız, biz də getmək istədik. Baxın, məncə sosial şəbəkələrdə hər zaman dediyim məsələlərdən də biri budur ki, insanlar səmimiyyəti sevir və siz də doğrudan çox səmimi şəkildə bu paylaşımlar edirsiniz. Sizdə daha çox həm ailə kontentidir, yoldaşınızla da birlikdə maraqlı paylaşımlar edirsiniz və bu da sevilir təbii ki. Səyahətlər zamanı da siz birlikdə müxtəlif kontentlər hazırlayırsınız. Mən belə bir sual vermək istəyirəm. Sizcə doğrudan məsələn baxın, tamaşaçının və yaxud izləyicinin necə deyirlər, ola yaradıcı kontent vermək üçün zövqünü sizmi formalaşdırırsınız, yoxsa necə? Deyərdim ki, mən özüm eləyirəm. Yəni düşünmürəm o nə izləyici nə istəyər. Yəni mən
əgər mən nə isə istəyirəmsə, nə isə görməyi istəyirəmsə, düşünürəm ki, izləyicilər də onu istəyəcək. Ona görə o nüansları ən çox çəkirəm, o nüansları paylaşıram. Elə olur ki, getdiyimiz səyahətlərdə paylaşdıqlarımız gülməli videolar olur və yaxud da götürdüyüm kontent yaratdığım geyimlər olur və yaxud da vloqlar olur, getdiyim yerləri bir-bir məlumatını verdiyim vloqlar olur. Ən çox YouTube kanalımızda bunu yayımlayırıq. Yəni dayanmırıq, bir səsdən dayanmırıq. Hər yerdən bir kontent çıxartmağa çalışırıq. Siz danışdınız, mən ağlıma nə gəldi? Sizin ümumiyyətlə önə çıxarmalarınızı deyəndə dünən baxmışam və çox güldüyüm məsələlərdən biri budur. Məncə ümumiyyətlə siz növbə ilə bağlı probleminiz var. Məsələn, siz Emil bəy məsələn növbə gözləməyi sevmir deyəsən. Biz onu paylaşımlardan çox görmüşük ki, Parisdə səhv etmirəmsə bir hadisə yaşamışdı. O istəyirdi onu mən toxuna. Mən çox gülmüşdüm dünən ona baxıb. Məsələn, həm də dostlarım üçün maraqlı. İndi bilirəm də bunu deyəndə əslində storyda paylaşmışdım, görmüşdünüz də. Bəzilər deyirdilər ki, niyə görə belə bir şey elədiniz? Həqiqətən növbə hədsiz dərəcədə çox idi. Səhv eləmirəmsə gəmiyə mindiyimiz yeri deyirsiniz də, düzdürmü? Biz orada necə girmişik, necə çıxmışıq, necə sıra pozmuşuq və bir də gördük ki, 1 saat, yarım 2 saatlıq olan növbəni biz 10 dəqiqə keçdik. Onu necə keçmişik bir Allah bilir. O bizə belə baxır, bu bizə. Biz də öz dilimizdə danışırıq ki, biz onların reaksiyalarını görmürük. Hamını blok eləmişik. Onları görmürük. Biz yenə asta-asta sözümüzü deyə menecerim də bizlə idi, Elgünlə. Yoldaşım bir də gördük, gedib sıranın əvvəlində biz oradan belə əlilib. Salam. Elgünlə biz bir-birimizə baxırıq, deyirəm, Elgün, mən ora gedə bilmərəm, önə çıxa bilmərəm. Mənə pis-pis baxırlar. Dedim, ya bizi buradan bir eləyir. Məncə bura tam uyğun ortada şey var. Azərbaycanlı olduğunu demədən göstər. Mən məsələn burada Emil bəyə haqq verirəm. Bəzən olur da, bəzən o yersiz uzun olur və biz gedib çatmalıyıq axıra, ən azından baxmaq lazımdır. Və biz həmən günü çox yorulmuşduq, çox videolar çıxartmışdıq. Onu geyin, bunu soyun. Yəni bütün gün çox təlaş içində idi və sonda dedim ki, heç olmasa zəhmətimizə dəysin, bir bu gəmi ilə də tur eləyək. Hələ tur dedik, gördük, turun növbəsi yoxdur. Bir ucu burada, bir ucu harda. Əsas odur minə bildiniz. Minə bildik. Əsas odur ki, yəni o növbəyə baxmayaraq o zövqü yaşaya bilirsiniz. Ümumiyyətlə maraqlıdır, səyahətləriniz planlı olur, spontan olur. Ümumiyyətlə siz necə səyahət sevirsiniz? Planlı, spontan, lüks yoxsa necə? Spontan. Aha. Birdən-birə ani səyahətləri çox sevirəm. Məsəl üçün zəng eləsinlər ki, ən çox biz travel şirkətləri ilə çalışırıq və biz əvvəllər bloger olmamışdan öncə biz özümüz səyahətləri edirdik. Sonra əməkdaşlıq təklifləri gəldikdən sonra niyə də dəyərləndirməyək və biz başladıq belə gözəl səyahətlər həyata keçirtməyə. Və ən sevdiyim də odur ki, zəng edirlər ki, misal üçün bu ölkədir, 2 nəfər getməyə bu vaxtlarda uyğundurmu? Bəli. Yəni mənim üçün o vaxt məhdudiyyəti önəmli deyil. Bir günə də hazırlaşdığım olub. 2 günə Misirə getmişik, onda tur ilə bərabər. 2 günə hazırlaşmışıq, geyimləri tikmək, tapmaq, hər şey 2 gün içərisində. Yəni bacarmışam bunu da. O məncə həm də daha maraqlı olur əslində. Bəli. Daha bir yadda qalan olur. Və daha zövqlü olur, ən əsası da keyfiyyətli olur. Düşünürük ki, gələcəkdə də inşallah bu cür sizin səyahətləriniz çox olar. Bizim deməli rubrikalarımız var və bu rubrikalar biraz qeyri-ədalətli ola bilər əslində. Vay. Və biz bu ilk rubrikamızın adı Təyyarədə kimlədir? Siz hansı məşhurla təyyarədə səyahət eləmək istəyirsiniz? Təsəvvür edin, 2 dənə stoldur, yanaşıdır və sizin hər dəfə yanınızda bir məşhur əyləşməlidir. Amma siz seçəcəksiniz, biz sual verəcəyik. Burada Azərbaycanlı məşhurlar da var, xarici məşhurlar da var. Başlayaq mı? Aha. Əziz dostlar, Havada qalan söhbətlərdə Arifə xanımla Təyyarədə kimlə? Jurnalist Pərviz Hüseyn yoxsa müğənni Türkan Vəlizadə? İkisi də dostlarımızdır. Yəni biri sağda olur, biri solda. Yox, birini seçməlisiniz. Vay. Türkan Vəlizadə. Türkan Vəlizadə yoxsa Murad Dadaşov? Türkan Vəlizadə. Türkan Vəlizadə yoxsa Röya Ayxan? Röya xanım mənə bağışlasın, Türkan Vəlizadə. Türkan Vəlizadə yoxsa Aygün Kazımova? Müqayisə yox, təbii ki, bu elədi sizə ki, yəni münasibətimiz olduğu üçün. Yəni təbii, burada ancaq münasibət. Türkan. Bəli. Onda mən sizi biraz da sınağa çəkəcəm burada düşünürəm. Türkan Vəlizadə yoxsa Aynur Ağayeva, bloger?
Vay, 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 vay. Qan düşdü. İkisini də çox istəyirəm. İkisi də xətri mənim üçün əzizdir. İllərdir, amma təbii ki, Aynurəni tanıdığım üçün Aynurə. Aynura Ağayeva yoxsa müğənni Sevda Yahıyeva? Aynur Ağayeva. Aynura Ağayeva yoxsa Cristiano Ronaldo? Kişi xeyla olduğuna görə Aynur Ağayeva. Çox əla cavab idi. Tamam, o zaman biz gəlin sizə xanım deyə. Aynura Ağayeva yoxsa Hadisə? Aynur Ağayeva. Aynura Ağayeva yoxsa Jennifer Lopez? Ya bir dənə təsəvvür edin, Jennifer Lopez-lə səyahət edirsiniz. Yəqin Aynur mənim günahımdan keçərsən falan bu dəfə. Jennifer Lopez seçdi onda. Yaxşı. Jennifer Lopez yoxsa Shakira? Shakira. Shakira ilə Çox davam pragmatik edirik. qadındır. Və son olaraq Shakira yoxsa Taylor Swift? Shakira. Shakira ilə, bəli. Təbrik edirik biz sizi. Maraqlı da hara uçmaq istəyirsiniz məsələn Shakira ilə? Necə bir səyahət düşünürsünüz? Mən sizə bəli, Emil bəy biz mütləq şəkildə o suallar. Xanımları buradan çıxarırıq və sizə gələn dəfə balı. Mən Ronaldinho'ya satmadım sən amma. Gəlin onda qayıdaq əvvələ. Deməli, Shakira ilə hara səyahət etmək istəyirsiniz? Onda Hara səyahət? məsələn necə bir səyahət fikirləşirsiniz ki, maraqlı olar? Belə enerji dolu. Məsələn, konsert verəcək bir ölkəyə getmək istəyirəm. Həmin konsertdə mən onun səhnəsini tam yaxından izləmək istəyirəm misal üçün. Və bu arada siz dünya məşhurlarının olsun biri ilə də bir kontent çəkmisiniz. Elə söz yerinə düşər. Bəli, Hadi. Siz bəli, Klon serialının məşhur hadisiyle hətta paylaşdı, Azərbaycanın sevdiyini bildirir. Maraqlıdır. Necə oldu rastlaşma? O kontent necə ərsəyə gəldi? Çox maraqlı bir şey baş verdi. Biz təsadüf idi o. Bəli. Biz Kapadokiyadaydıq. Və getdiyimiz ateli paylaşdığımda, elə ilk post paylaşımımda gördüm ki, direktim susmur, izləyicilərim yazırlar ki, bəs Arifə xanım sizin paylaşdığınız həmən ateldəsinizmi? İlk soruşduqları sual bu idi. Dedim, bəli. Bəs bugün paylaşım olub Hadi tərəfindən, sizin eyni ateldəsiz. Dedim, necə yəni tez girdim səhifəsinə. Storylərinə baxdım, gördüm bugün paylaşılıb. Zəng elədim resepsiyona, soruşdum. Onlar dedilər ki, kim? Haydi. Öz adını verdikdən sonra bizə qeyd elədilər ki, bəli, buradadılar. Onlar səhv eləmirəmsə sabah dedi çıxacaqlar. Mən yoldaşıma dedim, mən onu görməliyəm. O Hadi trendi bir ara məşhur idi. Dedim ki, onunla bərabər real özü ilə çəkməliyəm də. Bu olmalıdır. İlk olaraq hələ biz otel kənarında çəkiliş edirdik yoldaşımla. Keçdi otelin içərisinə, gözüm yolda qalmışdı ki, gələr, indi gələr, bu da gələr. Mən bunu görəndən sonra belə əlim, ayağım tutuldu da heç nə eləyə bilmədim. Yoldaşım gördü ki, mən duruxdum. Ataki yoldaşım keçdi. Bu Hadi elə gözəl sözlərlə başa saldı ki, biz Azərbaycanlıyıq. O da dedi ki, bilmirdi Azərbaycan hansı, yəni ölkədir, dedi başa salın. Dedi Türkiyə. Biz də dedi Türkiyə bizim qardaş ölkəmizdə, Azərbaycan yaxında bir başa saldıq bu müharibə dövründə olan məsələləri. O artıq bizi tanıdı, bildi və bizə qeyd elədi ki, səhv öz telefonunda götürdü, açdı belə axtarış yerində Instagramda. Dedi, adınızı qeyd eləyin. Mən orada adımı yazdım, Baylar Soylar. Daxil oldu səhvə, elə özü yerindəcə, mən də sən bunu takip elə də. Özü götürdü, öz əlinə. Siz eləmərdiniz. Mən eləməmişdim. Özü götürdü, takip istəyi göndərdi, öz səhifəsindən mənə takip istəyi göndərdi. Mən artıq özümü itirmişəm, o takip istəyi göndərdiyinə görə yadımdan çıxdı TikTok falan. Yenə də yoldaşım onu elə bir formada başa saldı ki, və Azərbaycanlı TikTok, Instagram üçün video və çox səmimi, çox gözəl bir insan idi. Həqiqətən də bizi qırmadı, bizlə video çəkdi və videomuz da çox sevildi. Azərbaycanda səs-küyə səbəb oldu. Yəni əslində ən yaxşı bütün saytlar, bütün xəbəri hər kəs paylaşırdı. Amma maraqlı tərəfi, bunun digər bir tərəfi oldu ki, doğrudan da məsələn o insan Azərbaycanı tanıdı və o Azərbaycanı sevirəmlə bağlı paylaşdı ki, biz bir dönəmlər
yəni bizim valideynlərimiz, bizim evdə yəni hamı ona baxırdı da. Bəli. Hamı klon serialını izləməyən az adam, yəni çox nadir adamlar var ki, çox maraqlıdır ki, siz bunu Və bacardınız. düşünün ki, bizə qeyd elədi ki, mən Azərbaycana gələcəm, nömrəmizi götürdüm, mən də Amma onun möhtəşəm nömrəsini olar məncə. götürdüm. Dedi ki, mən Azərbaycana gələcəm, dedim sizi mən sevə-sevə burada yəni qonaqlaya bilərəm, gəzdirə bilərəm Azərbaycanın ən gözəl yerlərini və düşünür ki, gələn yay 2026-cı ildə inşallah Azərbaycana səyahət eləsin. Əslində çox yaxşı olar, maraqlı bir məncə kontent vloq olar. Bəli. Azərbaycan bir yerdə Bəli. gəzərsiniz. Arif ağam, siz məncə sosial şəbəkədə 1 milyon izləyiciyə çatan xanım influencersunuz. Influencer. Yəni bu təsdiqini tapmış bir mövzudur. Belə bir sual verim. Bu əslində böyük bir rəğbətdir də. Yəni bugünkü gündə 10 milyonluq Azərbaycan xalqının 1 milyon sizi izləyirsə, Bəli. bu rəğbətdir. Yəni bu elə bir sevgidir ki, bunu heç nədən qazanmaq olmaz. Yəni nə pulla qazanmaq olmaz, nə şanla, nə şöhrətlə. Yəni gərək o insanlar doğrudan sizi sevsinlər və izləsinlər. Maraqlıdır. Sizə görə bu rəğbətdir, yaradıcı kontentdir, yoxsa çox çalışmaqdırmı? İlkin başlıca səmimiyyət, doğruluq, inam bu önəmlidir. İlk olaraq insanlar bunu sevirlər. İkinci növbədə zəhmət, əziyyət, kontent göz önündə olan, yəni dayanmamaq, durmamaq, özünü hər dəfəsində daha yaxşı insanlara bunu göstərmək. Üçüncüsü də deyərdim ki, örnək. Aha. Siz Azərbaycan o necə deyirlər ailəsini bir növ göstərirsiniz orada. Yəni insanlar hamı nəsə tapır sizdə. Budurmu əsas məqsəd? Bəli, mən çox sevinirəm ki, hər dəfə bunu vurğulayırlar. İstər bizi kənarda görəndə, küçədə görəndə hər dəfə bizə bildirirlər ki, əsl Azərbaycan xanımı, əsl onu formalaşdırmışıq insanların və nə xoş ki, bizi yəni o cür görürlər. Və çalışırıq ki, onu balansını qoruyub hər zaman saxlayaq. Arif ağam, sizi əslində çox Azərbaycan xanımı izləyir də. Bu bir növ onlar məsələn sizin təsir etmə qüvvəniz var. Siz onlara çox yaxşı təsir edirsiniz. Bu da çox müsbət bir haldır. Bəs ümumiyyətlə belə bir sual vermək istəyirəm. Sizcə müşahidələrinizə əsasən, məsələn bu gün bizim inkişaf eləmək istəyən məsələn Azərbaycan xanımlarda hər hansısa bir ortaq problemlər varmı bu ailə baskısı? Bu məsələlər nə yerdədir? Siz necə düşünürsüz? Onlar aradan qalxırmı? Məsələn ailə təzyiqləri, bu digər məsələlər. Yəni bu gün ortaq problem sizcə nədir və yox hansı geri dönüşləri alırsınız? Ortaq problem bir çox formada hələ sosiallaşmayıb. Bir çox xanım, yəni açıq səhifə idarə eləmək, insanları göstərmək. Məsəl üçün biz açıq səhifə idarə eləyirik. Elə insanlar var ki, yazırlar ki, nə dərəcədə düzgündür özünü reklam eləmək misal üçün. Artıq o yəni yeri düşüncələr belə düşünürəm, geridə qalıb. Artıq indi sosial dövrüdür. Hər kəs özünü inkişaf elətdirir. Bu dəqiqə bir çox reklamlar, bir çox ziyalı reklamlar belə deyim, hər biri sosial üzərindən gedir, sosial platforma üzərindən gedir. Yəqin ki, görürsünüz artıq efirlərdə, indi mən yuxusuz. Yox, real. Efirlərdə reklamların artıq az da olsa reklamları azalıb efirlərin. Bu dəqiqə hər kəs sosiala, yəni blogerlərə daha çox üstünlük verirlər, real blogerlərə, inanan blogerlərə. Düşünürəm ki, biz də onlardan biriyik. Və bunun üçün də, yəni tövsiyə edirsinizmi mütləq bu sahəni, xüsusilə məsələn influencerluq sahəni? Yəni bu ümumiyyətlə peşə adlandıra bilər biz artıq. Təbii ki. Təbii ki, bu da əziyyət, bir növ əziyyətdir. Hər kəs elə bilir ki, hər şey çox rahatdır, pərdə arxasını görmürlər. Yəni o deyir iceberg, icebergin görsənən tərəfini hər kəs görür, amma altdakı o çətinliyi görmürlər. Bəli, kütlə, böyük bir kütlə, 1 milyon kütlə az bir kütlə deyil öz səhifəmə görə. Onların əgər 80% məni sevirsə, 20%-ində nəsə baxırlar, bəyənməyə bilirlər. İstər geyim cəhətdən, istər etdiyimiz reklam deyək, istər nəsə bir danışıq tərzimi deyim, nəsə bir əmma tapacaqlar. Yəni dörd-dörtlük insan olsan belə, hər kəs bir səhv tapıb mütləq şəkildə bunu altına qeyd eləyəcəklər, yazacaqlar. Yəni bu qaçılmazdır. Bəs bu sizi demotivə edir yoxsa necə? Əvvəllər çox eləyirdi. Çox hətta depressiyaya düşürdüm. Özümü çox narahat hiss eləyirdim. Elə olurdu ki, Instagrama belə baxa bilmirdim. Gücsüzləşirdim. İşimdən uzaqlaşırdım, soyudurdum. Sonra gördüm ki, bu mənəm. Kim məni belə qəbul edirsə eləyəcək, eləməyəcəksə o öz problemidir. Məni sevən zaten bəlli bir kütləm var. Geridə qalan o 10%, 20% sevəcək, izləyəcək, sevməyəcək, blok olub gedəcək. Yəni də. Bir də mən düşünürəm ki, insan
doğrudan da düzgün bir iş gördüyünü bilirsə, özü bunu dərk edirsə, onda onlar onun üçün məncə önəmli Bəli. olmalı deyil. Yəni mən əgər səhv elədiyimi bilirəmsə, bu məni narahat eləyər. Bəli. İnsanlar məni qınayır. Amma mən bilirəmsə ki, mən düz bir yoldayam, o qədər danışılsın ki, zaten bu trollar həmişə var. Ümid edirəm ki, bunlar olacaqlar, amma inşallah azalarlar. Deməli siz danışdınız, elə biz yenə də mütləq həm də özü də burdadır. Emin bəylə də biraz söhbət eləmək istəyirik əslində. Özü də icazə verərsə təbii ki, biz danışmaq istəyirik. Necə? Sizin həm səyahət yoldaşınız. Mən düşünürəm ki, doğrudan da bu çox yaxşı bir haldır ki, həm həyat yoldaşınız, həm yol yoldaşınız, həm səyahət yoldaşınız, həm də kontent yoldaşınızdır. Və istənilən formada gəlin ümumiyyətlə bu səyahətlərdən mən belə bir sual verəcəm. Və Emil bəydən də bu cavabı istəyəcəm. Ümid edirəm siz üçün. Kim plan qurur, kim çox xərcləyir, kim çox gəzir? Plan quran mənə. Aha. Xərcləyən oldu. Emil bəydən səs çıxmadı burada. Gəzmək də ikimiz də gəzirik. Yəni gəzmək də ikimiz də gəzirik. Misal üçün yoldaşım biraz yorulandı, biraz yox çox yorulandı. Mən deyirəm gəl də, gəl gedək. Qəşəng gəzək, sağ olsun. Razısınız bu barədə? Mən yorulmaq necədir? Nədir sizi yoran? Gəzmək. Çəkilişlər yoran. Çəkilişlər yoran. Biz əslində sevilir də, yəni niyə də yox? Bəzən olur ki, çəkilişlər zamanında aqressivləşirik. Bu olur. O yox, mən aqressivləşirəm. Alınmayanda kadr yoruluram və özümü gücsüz hiss elədiyim təqdirdə hirsimi təkramladım. Əslində mən elə onu deyəcəkdim ki, yəni çəkiliş eləyən sizsiniz. Amma burada öncə əsəbləşən tərəf siz olmaz. Elə də. Səbirlidir, çox sağ olsun. Yəni səbirlidir. İnşallah ki, belə də təbii ki, davam edər. Və biz daha maraqlı səyahətlər və daha necə deyirlər, gözəl kontentlər sizdən gözləyirik. Bizim digər bir rubrikamız var. Bu bizim ənlər rubrikamızdır. Burada artıq qalmaqal yoxdur. Yəni biz sizi heç kimlə müqayisə eləməyəcəyik. Ənlər rubrikasında budur ki, mən sizə məsələn ən romantik şəhər deyəndə ağlınıza gələn ilk şəhəri deməlisiniz bizə. Hazırsınızsa biz başlayaq. Bəli dostlar, havada qalan söhbətlər verilişində Arifə Məmmədova ilə ənlər rubrikasını izləyirsiniz. Getdik. Ən yadda qalan şəhər. Mənim üçün. Bəli, bəs sizin üçün. Şəhər Amsterdam. Ən sevdiyiniz ölkə. Ən sevdiyim ölkə. Ən sevdiyim. Bir deyil, iki deyil. Ən belə sizə yaxşı təsir edən. Mənə doğma olan ölkə Türkiyə. Türkiyə, əla. Ən romantik səyahət. Paris. Ən maraqlı mədəniyyət təcrübəsi. Bu ola bilər xalq, ola bilər digər məsələlərdə. Ən maraqlı mədəniyyəti Tayland. Gözəl. Fərqli. Ən gözəl təbiət mənzərəsi. Təbiət mənzərəsi Maldivlər. Ən unudulmaz səyahət xatirəsi. Maldivlər. Ən sevdiyiniz yol yoldaşı. Həyat yoldaşım. Çox maraqlı cavab idi, amma bu cavab gözləyirdik. Ən yaxşı lokal yemək təcrübəsi. Yemək təcrübəsi Azərbaycan. Çox elə bil yaralı dediniz bunu, yoxsa? Allah haqqı. Heç yerdə yemək yeyə bilmirəm. O ki səyahətdən qayıdanda mamaya zəng edirsəndim, amma 3 vaxt olmaz bişir gəlirəm. Ən maraqlı küçə bazarı və yaxud alış-veriş məkanı. Küçə bazarı, alış-veriş məkanı. Alış-veriş məkanı Doha. Aha, Çox əla. gözəl idi. Küçə üçün deyərdim ki, yenə də Tayland. Bir küçə var ora. Orada alış-veriş eləmişsiniz orada, yoxsa necə? Bəli, alış-veriş. Əla. Deməli, ən heyrətamiz muzey və yaxud tarixi bir məkan. Məsələn, hansı ölkədə olub? İstanbul. İstanbul. Bəli. Möhtəşəm. Sultanahmet. Sizə görə ən ideal gəzinti vaxtı və yaxud fəsli? Hər fəsil. Amma isti ölkələrə. İsti ölkələrə. Bəs daha çox belə bəyəndiyiniz hansı fəsildir ki, o fəsildə səyahət eləmək? Yayı. Yayda. Çox sevirəm. Sizə ən çox təsir eləyən hansı səyahət anı? Sizə ən çox təsir eləyən səyahət anı? Varmı elə bir səyahət? Təsir eləyən? Bəli, bəli, bəli. Bu yaxşı mənada ola bilər və yaxud pis mənada ola bilər. Ya məyus olduğunuz ola bilər. Misir. Misir. Maraqlıdır. Məyus olmusunuz orada yoxsa necə? Məyus olmamışam, stres yaşamışıq orada.
danışa bilərik. Bəli, bəli, Buyurun, bəli. buyurun, buyurun. Çox maraqlı bir şey olub, həm stressli, həm maraqlı. Qahirəyə gedirdik biz, piramidalara, səyahət yoldaşlarımızla birlikdə çəkiliş eləyəcəkdik. Hər birimiz kontent yaratmışıq, maraqlı, aksesuarlar, geyimlər, parik. Yanımızda da bloger xanım var, Mehin. O da bizimlə bərabər idi, dostumuzdur. Buradan salamlayıram. Bizə salamlayırıq. Demək, girişdəyik. Və bizim baxırlar bizim geyimimizə, tərzimizə. Bizim ilk öncə səhvimiz orada oldu ki, biz o geyimlə girməməli idik. Onların belə deyim də milli geyimləri kimi vurğulandığı üçün bizi icazə vermirdilər o geyimlə girməyə. İçəriyə dedilər ki, olmaz bu geyimlə girmək. Nəysə, qırğın, dava, yoldaşım gəldi, onlara başa saldı ki, bəs biz çəkiliş eləməyəcəyik. Sadəcə olaraq bu geyimlə özümüz üçün giririk. Biz influencer deyilik. Mehin də bunu, yoldaşım da rus dilində danışır onlarla. Mehin də başa düşmür yoldaşımın danışdığını. Nəysə, yoldaşım artıq onları yola gətirib, biz içəriyə girməyə hazırlaşanda yenə nəsə bir problem oldu. Mehin oradan hirstinə gəldi ki, biz influencerı başa düşürsünüz, biz influencer... O da dedi, vəbşi əlimizdəki aksesuarları da çıxardırsınız. O əziyyətdən sonra. Geyimlərimizi də çıxardırsınız. Nəysə, elə oldu ki, biz çıxartdıq hər şeyi, verdik təhvil. Yanımıza bir dənə də axıran qoydular. Bütün piramidalara belə axıranla gəzmişik. Axırda axıran bizə tac verir, tez taxırdıq, tez çəkiliş edirdik, çıxardırdıq. Sağ olsun yəni. Sağ olsun, bizə çox köməklik göstərir. Amma rahat şəkildə Emin bəy işimizi sizin asanlaşdırır. Asanlaşdırmışdı ki, səyahətdə məncə Emin bəy şeydir, dosta zəngdir, artıq işlər eləmək. Çox maraqlı. Və son olaraq ilk səyahət etmək istəyən dostlar üçün ən çox tövsiyə edəcəyiniz səyahət məkanı hansıdır? Məsələn, ilk dəfə ölkədən xarica çıxmaq istəyən dostlar üçün. Deyərdim ki, getsinlər ilk dəfə, bilmirəm də indi bunu balaya mı deyirsiniz, gəzmək üçün Ümumiyyətlə deyirsiniz? gəzmək tam ki, bir gəncdir və səyahət etmək istəyir. Gəncdir, getsin Avropaya. Avropanı gəlsin, İtaliyanı misal üçün gözəldir, Fransa, Amsterdama getsin, ən gözəl yerlərdən biridir, maraqlıdır gənclər üçün. Sonra yəni evlilər getməsinlər oralara. Gənclərə də tövsiyə. Evlənməmiş gedin. Evlənməmiş gedin, bəli. Evləndən sonra daha sakit yerlərə getmək. Yəni rüqzağı atsınlar çiyinlərinə, belə Avropa ölkələrini gəzsinlər. Baxın, səyahət hamıya hər hansısa bir formada təsir edir də. İnsanlar var özündən uzaqlaşmaq üçün səyahət edir. İnsanlar var yeni bir təcrübə qazanmaq üçün. Siz çox səyahət eləmisiniz və bu sizə nə qazandırıb? Ümumiyyətlə belə deyək, Arifə Məmmədova bu səyahətlərdə nəyi öyrənib əslində? Yeni adət-ənənələr, yeni tanışlıqlar, yeni məkanların görülməsi, dünya görüşümün artması, dil baxımından dilimin zənginləşməsi, fərqli hadisələrin yaşanması, həyatımda yeni anıların toplanması, yoldaşımla yenə də xatirələr və əsas da izləyicilərim üçün. Qeyd eləyək ki, verilişimiz Avidesk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Avidesk Travel şirkəti ölkədə uzun müddətli turizm sahəsində fəaliyyət göstərən öndə gedən şirkətlərdən biridir. Bu dəfə Avidesk Travel şirkəti sizə səyahət üçün tamam fərqli bir istiqamət təklif edir. Artıq siz Antalya, Bodrum, Montenegro kimi adları unuda bilərsiniz. Çünki bu dəfə Avidesk Travel şirkəti sizə Birləşmiş Ərəb Əmirlikliyinin gizli qalan cənnəti Ras Al Xayməyə səyahət etməyi təklif edir. Düşünün, Dubay səviyyəsində xidmət, amma Antalyadan daha sərfəli. Yalnız resort otellər, lüks və elit istirahət. Ən əsası isə vizasız səyahət. Daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə elə indi tələsin və əlaqə saxlayın. Qeyd eləyək ki, hazırda Ras Al Xaymə bölgəsinə qaynar tur paketləri də mövcuddur. Burada bilirsiniz, məsələ odur ki, əslində hər fərqli bir mədəniyyət insanın hər hansısa bir dünya görüşünün formalaşmasına dəstək olur. Bəs bu narazısınızmı ki, bəzən səyahət eləmək insanı uzaqlaşdırır və yaxud insan özünü uzaqlaşmaq üçün səyahət edir? Məsələn, belə bir deyim var. Bu deyim sizcə nə qədər doğrudur? Ümumiyyətlə, insan doğrudanmı uzaqlaşmaq üçün səyahət edir bəzən? Var, elə insanlar var, tanıyıram da. Depressiya düşən insan var, hər şeylə gedir kənara, bir ay müddətində səyahət eləyir ki, sakitləşsin, özünə gəlsin. Düşünürəm ki, yenə də qaydandan sonra yenə də o hallar baş verəcək. Təbii ki də. Yəni siz ümumiyyətlə depressiyaya düşüb səyahət eləməyi sevirsiniz? Heç vaxt, heç maksimum vaxt. Enerji ilə. Enerji ilə gedim, daha da enerji yığım, qaydım işlərimə odaqlanım. Baxın,
biz xatirələrdən danışdıq, istəyərdik biraz ümumiyyətlə toxunaq. Maraqlıdır, başınıza gələn bir çarəsiz başqa bir durumlar olubmu? Olub. Harda olub məsələn? Taylandda olub. Aha, eşitdim. O Aynur Ağayeva deyirdi dostlarımızla bərabər. Salamlayırıq buradan. Salamlayıram. Deməli getmişik biz orada belə bir aparatlar var. Pasportunu daxil eləyirsən, hansı ki exchange-dir. Dolları baht, yəni Tayland puludur. Dollar daxil elədiyində sənə baht verir də, yəni onların pulları ilə. Elə oldu ki, biz pasportu daxil elədik, gözləyirik ki, indi bizim pullarımız gələcək, çevrilmiş pullar. Nə dollarımız gəldi, nə çevrilmiş pullarımız və ən əsası pul heç, pasport yoxdur və biz də səhər gün Bangkokdan uçacaqdıq Phuketə. Aha. Biz orada nə stresslər yaşadıq, onu bir Allah bilir. Polis çağırırıq, heç kəs baxmır. Nəysə, elə oldu ki, çox stressli bir gecə keçirdik. Dedik səhər tezdəndən bankın qarşısı idi həmən yer. Dedik heç olmasa bank açılar, biz ora müraciət eləyərik, nəsə açarlar onun ağzını, bizə bir köməklik göstərərlər. Elə oldu ki, saat tezdəndən uşaqlar 7-də oyanıblar, çıxdılar, getdilər. Dedi ki, yəqin ki, çox güman artıq təyyarəmizə gecikdi, biz də qaldıq. Amma çox şükürlər olsun, yəni stres, yəni elə bir stres yaşadıq ki, o qədər ağlımıza şeylər gəldi ki, biz necə eləyəcəyik, getmək lazımdır, səfirliyə, konsulluğa necə olacaq, nətər olacaq. O çarəsizliyi heç bir səyahətdə olan heç kəsə arzulamıram. Özü səyahətdə olan insanların pasport itirməsi çox, yəni Əsas odur ki, sonu tapılır. Əsas odur ki, sonu yaxşı çıxdı. Yenə bilirsiniz bu qardaş ölkə, məsələn Türkiyə olar, Gürcüstan olar, maksimum Rusiya dilin olar. ayrı, dilin ayrı, nə danışacağını bilmirsən. Taylandda pasport itirdin. Onlar da bizi çox neqativə bağlamışlar, getdi, qayıtmayacaq, gedin konsulluğa, səfirliyə müraciət eləyin. Biz öldük. Yenə yaxşı qurtarmısınız necə necə şükürlər deyirəm. olsun. Bəs bəzən olur da, məsələn, ümumiyyətlə sizin ən çox çətinə düşdüyünüz dil baxımından ola bilər və yaxud o yemək baxımından vurğuladınız məsələn. Sizin üçün səyahətdə çətin olan şey nədir ümumiyyətlə? İnanırsınız, indiyənə qədər çətinlik yaşamamışıq. Dilimiz bilməsək belə özümüzü sudan o lor dildə desək quru çıxartmışıq. Yolları elə yollarla getmişik ki, heç kəsin ağlına gələ bilməz ki, biz buradan çıxıb ora getmişik, oradan çıxıb ora keçmişik. Bu metro, bu avtobus, bu taksi, yəni vurmuşuq aləmi bir-birinə. Yoldaşımla biz hər zaman ən çətinin üstünə gedən olmuşuq. Yəni biz üçün fərq eləməyib. O çətinliklərdən də baş açıb çıxmışıq. Yeməkləridir ki, görmüşük çarəmiz yoxdur, qurt-quşdur, məcbur olmuşuq fast food yeyək. McDonald's axtarmışıq. Yəni yenə də hər çətinlikdən çıxmışıq. Görmüşük McDonald's da yoxdur, heç nə olmaz, gedək kalbasa çörək yeyək. Hər çətinliyə biz yəni göz yummuşuq. Yəni əsas istəkdir. İstək olandan sonra onun necə deyirlər, öhdəsindən gəlmək olur. Bəs son olaraq belə bir sual verim. Hədəf nədir və siz hansı ölkənin arzusundasınız? Haranı görmək istəyirsiniz? İstəyərdik bu barədə də bir danışaq. Xüsusi arzuladığım hal-hazırda bir yer yoxdur, yalan deməyəcəm. Amma gəzmək istədiyim, görmək istədiyim, məsəl üçün New Yorkdur, istəyirəm orada olum. Çinə getmək istəyirəm, səyahət eləmək istəyirəm. Vyetnama planlaşdırırıq, inşallah. Orada çox gözəldir. İstəyirik ora getmək. Sonra birdən xəyalımda olduğum oranı görmək istəyirəm. Ən bunlardan sadaladıqlarımdan öncə olan İsveçrədir. İnşallah ümid edirik ki, bu istəkləriniz reallaşar. İnşallah. Amma indi mən xatırladım, bizim hər qonağımıza verdiyimiz ənənəvi bir sualımız da var. Onu da verək və bir yerdə yekunlaşdıraq. Sizin, yəni Emil bəy ilə birlikdə etdiyiniz ən bahalı səyahət səhvi. Bu sizə baha başa gəlib, amma bunu səhv kimi görmüsünüz. Belə bir hadisə yaşanıbmı? Emil, bir də bu tərəfə bax, adam. Ən bahalı səyahətimiz hansı olub? Emil bəyin də bir deyil ki. Dubay, hə. Dubay. O da shopping. Dubay ümumiyyətlə, Dubayı biz burada adlandıra bilərik ki, ən bahalı səyahət səhvi. Bəli. Amma bu bir istirahətdə. Məsələn, bizim qonaqlarımızdan biri vurğulamışdı ki, biz 300 dollara bir tur paketi almışıq, amma getməmişik. Belə bir şey varmı yaşadınız? Yox, olmuyor. Qələt edirəm. Ödəmişiksə getmək lazım. Əlxanım, çox sağ olun gəldiyiniz üçün. Siz sağ olun. Doğrudan da necə sosial şəbəkələrdə səmimi təqdimatınız var idisə, elə burada da məncə çox səmimi bir söhbət oldu. Yetəri qədər məsələlərə toxunduq. İşlərinizdə uğurlar arzu edirik. Çox təşəkkür edirəm. İnşallah
1 milyon olmusunuz, qarşıda 5 milyon, 10 milyon, hətta ki siz bugünkü gündə qlobal trendlər də çəkirsiniz. Bu arada onlar da çox çətindir. Elə bir sualdan sual çıxır, bunu da verək. O neçə vaxtda, nə qədər məsələn, neçə saat ərsəyə gəlir? Bizim artıq montaj rejissorumuza xahiş edirəm o görüntüləri versin. Məsələn, mən sonuncu dəfə fərqli bir əqrəblə məsələn bir O əqrəblə olan çəkilişimiz bir 6 saat oldu da, 6 saat oldu, hə, oldu 6 saat. Amma ondan da çox çəkilişim, uzun çəkən çəkilişimiz olub, hansı ki, çox əziyyətli bir çəkiliş idi və üstəlik də mənim Instagram səhifələrim o ərəfədə ikisi də bağlı idi. Baylarsoy və Bəylərsoylar səhifəmin ikisi də bağlı idi və mən o 12 saatlıq çəkilişi, o var ya, cacaricaca, Hind akımı idi və mən onu biz onu harda paylaşacağımızı bilmirdik. O dərəcədə çarəsiz ağlaya-ağlaya o videonu mən çəkmişəm. O həmən gündə səhifələrim bağlanıb. 12 saatlıq çəkilişi mən ağlaya-ağlaya çəkmişəm. Mən eləmək istəmirəm. Bacaracaqsan. Yoldaşım da dəstək idi. Bacaracaqsan. Menecerim də dedi. Biz onu çəkəcəyik. Biz onu bacaracağıq. Elə Allah o əziyyətimizi itirmədisə hər gün səhifələrim də açıldı. Gözəl. Və istədiyiniz reaksiyanı siz də ala bilirsiniz. Bəli. İnşallah daha çox izlənmə. Yəni məncə sizin üçün ən böyük arzulardan biridir o. Yenə dediyim kimi qlobala çıxmaq, daha çox izləyicilər, daha çox maraqlı kontent ərsəyə gətirmək. Bir daha minnətdarıq gəldiyiniz üçün. Çox təşəkkür edirəm. Daha çox ölkələrə gəzin və biz yenə sizdən Havada qalan söhbətlərin studiyasında maraqlı bir müzakirə bir daha. Çox gözəl veriliş oldu. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. Bəli dostlar, biz bu dəfə Havada qalan söhbətlər verilişində Arifə Məmmədovanı qonaq elədik. Qeyd eləyək ki, verilişimiz Aviadisk Travel şirkətinin sponsorluğu ilə yayımlanır. Gələcək buraxılışlarda hansı məşhurları efirimizə görmək istəyirsinizsə, bizə bunu şərh bölməsində yazmağı unutmayın. Sağ olun, salamat qalın. Xudahafiz.